Kızlar, herkese salam. Bugün sizə evdə turala hazırladığım alma püresini istəyirəm bölüşüm. Öncə 4 simirinka almanı yaxşıca təmizləyib xırda-xırda doğrayırıq. Daha sonra qazana əlavə edirik. Üzərinə 1 stəkan soyuq su tökürük. Gördüyünüz kimi artıq almalarımız qaynara düşüb, amma hələ bişməyib. Onu da qeyd edim ki, bu almanın bişməyi mənim 10 dəqiqə vaxtımı aldı. Çünki çox yumuşaq almadır simirinka. Və artıq almamız bişdi. Mən suyunun yarısını kənara tökdüm ki, pürem duru olmasın. Əgər siz də hazırlasanız, yarım stəkan 4 almaya su tökməyiniz kifayətdir. Bunlar isə Turalın marketdən aldığım pürelərinin bankasıdır. Düşündüm ki, marketdən alıram, tərkibi bilmirəm nədir, elə ondansa özüm evdə hazırlayım. 4 almadan 2 belə banka çıxdı. Hardasa deyərdim 2 xörək qaşığı kənarda biraz qaldı, onu da kaşasına qatıb verməyi düşünürəm. Çölə də çıxan zaman yanımızda götürmək üçün olduqca idealdır. Gələn dəfə sizlər üçün digər meyvə və tərəvəzlərdən çəkib paylaşmağı düşünürəm. Necə alındı? Bəyənməyi unutmayın.